Azərbaycanda 450 gölün olduğunu bilirdinizmi? Bəli, ölkəmizdə nə az nə çox 450 göl var. Neçəsini tanıyırıq? Bəs ən gözəlləri hansılardır? Yerin Qulaq kanalı olaraq bu dəfə ölkəmizdə yerləşən ən gözəl 10 gölü təqdim edəcəyik. Videomuza keçməzdən öncə kanala abunə olmağı unutmayın. Sizin dəstəyiniz bizim üçün önəmlidir. Göygöl, Göygöl rayonu. Göygöl Gəncə şəhərindən 25 kilometr məsafədə, dağların və yaşıl meşələrin qoynunda yerləşir. 1139-cu ildə Gəncədə baş vermiş zəlzələ nəticəsində Kəpəz dağının bir hissəsi uçaraq Ağsu çayının qarşısını kəsib və nəticədə şəffaf suyu olan Göygöl yaranıb. Dəniz səviyyəsindən 1556 metr yüksəklikdə yerləşir. Uzunluğu 2800 metr, dərinliyi isə 96 metrdir. Göldə qorunmaqda olan farel balıqları yaşayır. Göygöl ərazisində ümumilikdə 19 göl var. Bunlardan 7-si böyük göllər sırasına daxildir. Göygöl Azərbaycanın ən dərin gölüdür. Sarısu gölü, İmişli, Sabirabad. Azərbaycanın ən böyük gölü İmişli və Sabirabad rayonları ərazisində Kür çayının sahili boyunca şimal-qərbdən cənub-şərqə doğru 22 kilometr uzanan və bir-biri ilə əlaqəli 4 göldən biri olmaqla çaydərə eroziya mənşəlidir. Nisbətən böyük göllər sırasına daxildir. Şirin suludur. Suyunu əsasən şərbət qobu vasitəsilə Ağgöldən, yeraltı və yağıntı sularından alır. Kür çayına axını var. Azərbaycanda göllərin sahəsinə görə sıralamasında Xəzər dənizindən sonra ikincidir. Gölün maksimal dərinliyi 6 metrdir. Burada olan əlverişli şərait hər il 300-350 min müxtəlif növ quşların qışlamasını təmin edir. Maral göl, Göygöl rayonu. Dəniz səviyyəsindən 1902 metr hündürlükdə yerləşən Maral göl, Göygöldən biraz aralıda yerləşir. Bu gölün sahəsi 23 hektar, ən dərin yeri 60 metrdir. Göygöllə Ağsu çayı vasitəsilə birləşir. Batabat gölü, Naxçıvan. Batabat gölünün uçqun və sürüşmə nəticəsində yarandığı ehtimal olunur. Bu göl Naxçıvan şəhərindən 62 kilometr şimal-şərqdə, dəniz səviyyəsindən 1700 metr yüksəklikdə yerləşir. Suyu şirin olan Batabat gölü təbiətdə nadir rast gəlinən üzən adaya sahibdir. Sfaqnum mamırlarından və onun üzərində bitən ot örtüyündən formalaşan bu ada küləyin istiqamətindən asılı olaraq vaxtaşırı öz yerini dəyişir. Ağgöl, Ağcabədi. Ağgöl Azərbaycanın ən məşhur çöl-göl ekosistemi olub köçəri və yerli quşların və digər heyvanların məskunlaşdığı ərazilərdən biridir. Ağgölün qorunmasının beynəlxalq əhəmiyyəti var. Bu da göldə adları Beynəlxalq Təbiəti Mühafizə İttifaqının qırmızı siyahısına və Azərbaycanın qırmızı kitabına daxil edilmiş quşların məskunlaşması ilə bağlıdır. Ağgöl, Kür və Araz çaylarının mütəmadi daşqınları nəticəsində yaranıb. Əmbil gölü, Şabran. Şabran rayonunun yuxarı axını hövzəsində yerləşən gölün adı ərəb dilindəki əm, camahat, icma, tat dilindəki bil, bataqlıq sözlərindən ibarət olub icma, camaat gölü mənasını verir. Əmbil gölünə hansı mənbədən suyun gəlməsi məlum deyil. Ehtimallara görə gölün dərinliklərində bulaq qaynayır. Gölün suyunun duru olması da bununla bağlıdır. Nohur gölü, Qəbələ. Qəbələ şəhərindən 3 kilometr şərqdə, Nohurqışlaq kəndindən 1 kilometr şimalda, Güllüburun, Göydağ və Yumru dağlarının arasındakı təbii çuxurda dəniz səviyyəsindən 700 metr hündürlükdə yerləşir. 1949-cu ildə bu gölün cənub hissəsində Güllüburun dağı ilə Yumru dağ arasında uzunluğu 850 metr, hündürlüyü 810 metr, eni 4-6 metr olan torpaq bənd çəkilərək su anbarı yaradılıb. Maksimal dərinliyi 24 metrdir. Qəbələ İsmayıllı Bakı avtomobil yolunun kənarında yerləşən göl yerli əhalinin, turist və qonaqların ən çox maraq göstərdikləri istirahət zonalarından biridir. Bəzən sərt keçən qış aylarında Nohur gölün səthi tamamilə buz bağlayır. Xanbulan, Lənkəran. Göl Lənkəranın eyni adlı kəndində yerləşir. Ərazisi meşəliklə əhatə olunub və burada istirahət mərkəzləri fəaliyyət göstərir. Gölün ərazisində 1976-cı ildə su anbarı istifadəyə verilib. Candar göl, Ağstafa. Ağstafa rayonunda yerləşir. Azərbaycanın qərbindəki iki uzqar nöqtəsindən biridir. Eyni zamanda Azərbaycan və Gürcüstan arasındakı sərhəd gölün tam ortasından keçir. Çənlibel gölü, Quba. Quba rayonunun 2-ci Nügədi kəndi ətrafında, rayon mərkəzindən təxminən 14 kilometr məsafədə yerləşir. Sıx qəçreş meşəlikləri ilə əhatə olunub. Sarısu gölü Azərbaycanın ən böyük gölüdür və Kür-Araz ovalığında yerləşir. 10 kilometr yolu heyvanlarla meşəliyə qədər gəldik.
Sadəcə kanat ola bilər də. Bu özünüz də gəlirsiniz bura. Gerək bu dağları, təbiəti məhv eləsinlər ki, yol çəksinlər və təbiəti də məhv eləmək olmaz. Hazırda biz gedirik Əmbil gölünə. Deməli, indi gedirik Əmbil gölünə. Əmbil gölünə getmək üçün biz əvvəlcə 10 kilometr yolu Nivalarla gəldik Zeyra kəndindən. Nivalarla Meşələyə qədər gəldik. Buradan da o tərəfə artıq maşınlar getmir. Biz bu yolda 20-25 dəqiqəlik piyadaya getməliyik. Hardasa 900 metr məsafədir. Getdik. Gördüyünüz kimi bura getmək üçün əvvəlcə saydı var. Bu yolla yalnız piyada getmək olur. Bəli, gördüyünüz kimi Ağustos meşəliklə gedirik. Sahil keçirik hazırda. Bələdçimizin arxasınca gedirik bizi. Arada Əmbil gölünə. Görək hələ hansı bizi burada sürprizlər qarşılayır. Nələr olacaq. Görürsünüz, bizim bələdçimiz Ramiz bəydir. Bizi Əmbil gölünə aparır. Ramiz bəy, bu göllə bağlı nə deyə bilərsiniz? Belə yol gedərkən Göl çox gözəl bir mənzərəli yerdə yerləşir. Özünüz də gedib görərsiniz. Gördüyünüz kimi Ramiz bəy deyir, biz burada fasilə ilə qalxaq ki, birdən-birə yol vurmayaq. Ramiz, bu Zeyvə kəndi. Buyurun, buyurun. Quba zonası. Bu Vişqanın yanından da. Aha. O görürsən Quba. Gördüyünüz Babuqdan Vişqanın arxası Qubadır. Bəli. Ramiz bəy, harsa 900 metrdir lan bura. Bəli, bəli. 800 metr. 800 metr. Bəli. Başda 1 kilometr. 1 kilometr. Videomuzu bəyəndinizsə kanala abunə olmağı və rəy yazmağı unutmayın.